patriarxal belə deyək də, ailə modeli uğurludur mənə görə. Amma bu o demək deyil ki, qadın işləməməlidir, qadın əziyyət çəkməlidir, evdə oturum. Yox, mən bunu nəzərdə tutmuram. Sözümün arxasındakı məsələ odur ki, təbiətlərimizin işləməyinə icazə verək. Qadın təbiəti istəyir ki, sevir ki, onu daim müdafiə edən olsun, amma sən özünü yenə də özünü müdafiə edəcək gücdə ol. Sənə kim mane olur ki? İndi ortası da belə deyək, nə patriarxalla matriarxalın ortası. Sən yenə də öz ayağın üstə dur, yenə də uğurlu ol, yenə də tək başına da xoşbəxt ol. Amma icazə də ver səni kimsə qorumaq istəsin, sənin üçün kimsə nəsə etmək istəsin. Bu da kişi təbiətidir. O da özünü elə etdikdə önəmli hiss edir. Bu ikisinin orta yoluna gəlmişik. Nə qadınlar ailədə başrol oynamalıdır demirəm, nə də kişilər başrol oynayıb oyun açmalıdır, əvvəlki illərdəki kimi demirəm. Bunun ortası hər kəsə xoşdur da, niyə orta ilə getmirik? Heyvanlar üzərindən misal göstərsək, məncə salamat olacaq. Pişiklər sığallanmağı, yeyib yatmağı sevir, düzdür? Biz onları itlər kimi bizi müdafiə elə, çıx, kim gəldi qapıdan eləsə, bu qəribə bir şey ortalığa çıxır. Düzdür? Və ya itlərə desək ki, sən niyə hürürsən, otur, mən səni sığallayım, yat, ye, iç, yat. Qəribə bir şey alınır. Mən iddia edirəm ki, mənə görə doğru budur ki, 30 yaşından sonra 30 yaşına qədər mən qatı başqa fikirlərdə idim. Özümü müdafiəyə çox qalxmışdım. Hər kəsə öz təbiətini yaşamağa icazə verilsin. Ailədə də, cəmiyyətdə də. Amma üzr istəmə ifadəmə görə atdan düşüb eşəyə minməyə də yenə də qayıtmayaq qadınlar hüquqlarının tapdalandığı vaxtda. Mən onu qətiyyən demirəm. 100% yox.